Salam, dəyər yayınları. Sınaq 1-6-cı sinif riyaziyyat suallarının izahına baxaq. Keçək suallara. 26-cı sualda 40 milyon, deməli 40 yazırıq. 40 milyon 63 min 8. Bilməliyik ki, 40 milyondan sonra 6 rəqəm olmalıdır. Baxın. 63 min dediyinə görə biz bu 63-ün əvvəlinə bir sıfır artırmalıyıq. 63 min 8. Baxın bu formada. 40 milyon 63 min 8. 40 milyon 63 min hansındadır? Deməli 63 min 8. Doğru cavabımız C variantı olacaq. 27-ci suala baxaq. Yuxarıda nöqtələrin yerinə ardıcıl olaraq uyğun gələn müqayisə işarələrini aşağıdakılardan hansıdır? Burada deməli olur 2 milyon 220 min 125. Burada isə 2 milyon 220 min 250. Təbii ki 250 daha böyükdür. Birinci kiçikdir olduğuna görə biz böyükdür olan 2 variantı atırıq. Daha sonra baxaq. Olur 1 milyon 398 min. 1 milyon 398 min. Burada isə 1 milyon 389 min. 398 olan daha böyükdür. Digərində isə 15 milyon 67 min. 15 milyon 67 min. Burada isə 607 mindir bu formada. Deməli, kiçikdir, böyükdür, kiçikdir. Kiçikdir, böyükdür, kiçikdir. Doğru cavab A variantı. Bir fərq əməlində azalan 30 vahid artırsaq və çıxılanı 45 vahid azaltsaq fərq necə dəyişər? Deməli, özümüzdən hər hansı bir fərq yazaq. Bu fərqi yoxdur. Məsələn, yazıram. 100 çıxılsın 50 bərabərdir 50. Sadə bir izah. Azalanı 30 vahid artırdıq. Oldu 130. Çıxılanı 45 vahid azaltsaq. Oldu 5. İndi çıxsaq 125. Fərq necə dəyişər? Baxın, fərq necə dəyişdi. 50 idi, 125 oldu. Nə qədər artmış oldu? 75 artmış oldu. 75 vahid artar. Doğru cavabımız A variantı. Aşağıdakılardan hansı qarşılıqlı sadədir? Qarşılıqlı sadə ədədlər yalnız 1-ə bölünən ədədlərdir. Yəni, ortaq böləni yalnız 1 olan. Cüt ədədlər qarşılıqlı sadə ədəd ola bilməz. 3 ilə 9 hər ikisi 3-ə bölünür. Doğru cavabımız C variantı. 6-nın kubu 216. Üzərinə gəlsin 5-in kvadratı 25. Çıxılsın x bərabərdir 14-ün kvadratı 196. Deməli, 241 çıxılsın x bərabərdir 196. Buradan x bərabərdir 241 çıxılsın 196. 11-dən 6 çıxsaq 5, 13-dən 9 çıxsaq 4, 45. Doğru cavabımız B variantı. Hansı ədədi 300 vahid artırıb, sonra 500 vahid azaltsaq 762 alınır? Təbii ki, x 300 vahid artırıb, 500 vahid azaltsaq 762 alınır. Belə bir tənlik. 762. Burada çıxsaq, mənfi 200 sağ tərəfə keçiriləndə müsbət olur. 962. Doğru cavabımız C variantı. 360 ədəd sadə vurgulara ayrılış şəkli aşağıdakılardan hansıdır? Sadə vurgulara ayrılış şəkli. Deməli, burada 16, 16-nı 5-ə vursaq 80, 80-ni də 3-ə vursaq 240. Bu doğru deyil. 4, 25, 100, 9 da bu, o da deyil. 4, 5, 20, 20'ni də vursaq, 4'ü 5'ə vuranda 20, 20'ni vursaq 9'a 180. Burada 8'i 5'ə vursaq 40, daha sonra 9'a vursaq 360. Doğru cavabımız D variantı. Fermada 1245 ədəd toyuq və toyuqların 386 ədəd az cücə var. 1245 çıxılsın 386. 15'dən 6 9, 13'dən 8 5, 11'dən 3 8. Bu qədər də nə var? Cücə. Cücə. Fermada cəmi neçə toyuq və cücə var? Təbii ki, bunları toplamalıyıq. 1245. 4 yazaq 1 yadda, 0 yazaq 1 yadda, 1 yazaq 1 yadda, 2. 2104. Doğru cavabımız A variantı. 80'i 5'ə vursaq 400. 4 üzərinə 50 əlavə etsək 450. 450 bərabərdir x bölünsün 2. Yəni hansı ədədi 2-yə bölsək 450 düşər? Təbii ki 900. Doğru cavabımız C variantı.
Aşağıdakılardan hansı mürəkkəb ədəddir? Mürəkkəb ədəd 2-dən çox böləni olan 23 sadədir, 1-ə və özünə bölünür. Burada doğru cavabımız B variantı olacaq. Çünki 1-ə, 3-ə, 9-a və özünə bölünür. Yuxarıda verilmiş ədədlərdən neçəsi sadə ədəddir? Sadə ədədlər deməli 13, 17, 23, 33 3-ə bölünür, 11-ə bölünür, 39 da həmçinin 47, 57 3-ə bölünür, 51 3-ə bölünür, 69 3-ə bölünür, 91 7-yə bölünür və 97. Deməli 5. Doğru cavabımız A variantı. 37-ci sualda 540 ədədinin sadə vurğulara ayrılışı şəklində olarsa A plus B. 540 ədədini ən yaxşı halda biz sadə vurğularına ayıraq. 2-yə 270, 2-yə 135, 5-ə 27. 27 də nə deməkdir? 3 vurulsun, 3 vurulsun, 3 deməkdir. Yəni bunu artıq mən ardıcıl yazmıram. Bu nə demək oldu? 2-nin kvadratı vurulsun, 5 vurulsun, 3-ün kubu. 5-in üstə 1 yaza bilərik. Yəni A bərabərdir 2, B bərabərdir 3-ün 3, C də bərabərdir 1. Bunların 3-ünün cəmini soruşur bizdən. 3-ünün cəmi 6 eləyir. Doğru cavabımız C variantı. AB qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əkobu nəyə bərabər idi? Hasilinə. Əbobu nəyə bərabər idi? 1-ə. Doğru cavabımız A vurulsun B plus 1 A variantı. Bunları əvvəlcə çıxmalıyıq. 2054 çıxılsın 928. 14-dən 8 6 2 1 1126. 1126-dan kiçik ən böyük ədəd 1125 olar. D variantı. Əkob AB bərabərdə A vurulsun B olarsa, A və B ədədləri aşağıdakilərdən hansılar ola bilər? Təbii ki, burada nə cür ədədlər olmalıdır? Qarşılıqlı sadə ədədlər. 9 ilə 12 hər ikisi 3-ə bölünür. 5 ilə 15 hər ikisi 5-ə bölünür. 3 ilə 6 hər ikisi 3-ə bölünür. Doğru cavabımız B variantı. 41-ci sualda rəqəmlərin hər birindən istifadə etməklə yazıla biləcək ən böyük tək 5 rəqəmli ədəd. Ən böyük tək 5 rəqəmli ədədi yazaq. 7, 5. Deməli, daha sonra ən böyük dediyinə görə 2, 0, 3. Hamısını istifadə elədikmi? Elədik. Ən böyük oldu mu? Oldu. Ən böyük tək 5 rəqəmli ədəd ilə ən kiçik 5 rəqəmli ədədin fərqi. Ən kiçik 5 rəqəmli ədəd deyirsə, artıq burada tək cüt demir. Ən kiçik 5 rəqəmli. 2, 0, 3, 5, 7. Bu formada olacaq tək dediyinə görə. Fərqi 13-dən 7, 6, 4, 11-dən 3, 8, burada 4, burada da 5. 54846. C variantı. 42. Hesablayın. Əkob 34 nə deməkdir? 34 bərabərdir 2 vurulsun 17 deməkdir. 102 bəs nə deməkdir? 102 isə 2 vurulsun 17 vurulsun 3 deməkdir. Burada böyüyə çatışmayan nədir? Deməli, böyüyü götürürük. Ehtiyac yox idi. Çünki bunlar bir-birinə bölünən ədədlərdir. Bir-birinə bölünən ədədin böyüyü bilirik ki, əkobdur. Yəni, doğru cavabımız A variantı. Əkob AB aşağıdakılardan hansıdır? Hansıdır deyirsə, fərqi yoxdur. Ya A-nı götürək, ya B-ni götürək. 2 üstü 4, A-nı götürürəm mən. Vurulsun 3-ün kvadratı. Vurulsun 5, vurulsun 7. 2 üstü 4, 3-ün kvadratı. 5, 7. Doğru cavabımız B variantı. Hər gün 845 çörək satan mağaza 14 günə neçə çörək satar? 845 vurulsun 14. Deməli, 4-ə 5, 20, 0 yazaq 2 yadda, 8 yazaq 1 yadda, 33. 845. Burada 0, 3 yazaq 1 yadda, 8, 11. 11830. Doğru cavabımız A variantı olacaq. Aşağıdakılardan hansı 36 və 54 ədədlərinin ən böyük ortaq bölənidir? Əbobu yəni. 36 nə deməkdir? 36 2 vurulsun 2 vurulsun 3 vurulsun 3 deməkdir. Bəs 54 nə deməkdir? 54 isə 2 vurulsun 3 vurulsun 3 vurulsun 3 deməkdir. Əbob soruşursa, nə etməliyik? Eyni olanlar 2-lər, 2 sayda da 3-lər. Yəni 2 vurulsun 3 vurulsun 3 deməkdir. 18. Doğru cavabımız C variantı.
Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 8300 alınan ən böyük ədədin rəqəmlərin cəmini tapın. 8300 alınan ədəd 8000 ən böyük ədəd. 8000 deməli yüzlüklərə qədər təkli onluq yüzlük. 8299. Deməli, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 8300 alınan ən böyük ədədin rəqəmləri cəmi. Yüzlüklərə qədər yuvarlaqlaşdırsaq, bəli. Bəs bundan böyük ədədimiz varmı? Var. Çünki burada biz dəyişə bilərik. 8, 3, bura biz 4 yazsaq, burada 9 yazsaq, böyük olurmu? Böyük olur. Artıq bu bundan böyük ədəd olmaz. Burada da rəqəmlər cəmi 11, 13, 24. Doğru cavabımız B variantı olacaq. Baxaq daha sonra növbəti suala. Deməli, 47-ci sual. 47-ci sualda A ədədi ilə 25 ədədinin əbobu 15-ə. Deməli, əbob A 1-də 25 bərabər əbobu deyir 5-ə. Aha. Əkobu isə 150-dir. Əkob A 1-də 25 bərabərdir 150. Deməli, A ədədi aşağıdakılardan hansıdır? Deməli, burada A ədədini bu formada tapa bilərik. Əkob vurulsun əbobla. Əbob bərabərdir A vurulsun nəyə? 25-ə. Əkobun qiymətini yerinə yazaq 150, əbobun qiymətini yerinə yazaq 5, bərabərdir A vurulsun 25. Hər tərəfi 25-ə ixtisar eləsək, burada düşər 6. Deməli, A bərabər imiş nəyə? 30-a. Doğru cavabımız C variantı. Hesablayın. Deməli, əbob 72 və 96, əkob 72 və 96. Mən bunu bu formada yazıram, biraz sürətli olsun deyə. 2 plus 36, burada isə 48. 2 plus 18, burada 24. 2 plus 12, burada isə 9. 3 minus 3 plus olacaq, hər ikisi bölünür. 3, burada isə 4. 3 minus olacaq, biri bölünür. 2 minus, burada 2, bir dənə də 2 minus bu formada. İçində bizə dəqiqə 2-yə böldük. Bəli, doğrudur. Burada deməli, sadəcə olaraq istəyirəm. Burada 4 olur, 4 2-yə, 2-yə 2-yə 1 bu formada. Baxın, burada mən bunu niyə bu formada yazdım? Plus olanlar əbobdur. Əbob plusdur. Nədir? Yəni 2 vurulsun 2, vurulsun 2, 8, 3-ə vuranda 24. Hamısı isə əkobdur. Üzərinə gəlsin. Əkob nə eləyir? Deməli, 8, baxın, 2-nin 2 üstü neçə eləyir? 3, 5. 2 üstü 5 vurulsun 3-ün kvadrat. 2 üstü 5, 32 vurulsun 9. 32 vurulsun 9. Bu da bərabərdir. 8 yazaq 1 yadda 27, bir də yadda 28. 288-in üzərinə 24 gəlməliyik. 2 yazaq 1 yadda, 1 yazaq 1 yadda 312. Doğru cavabımız 312. Bunu mən silirəm. Görünmür deyə. Deməli, 4-ün kubu 64. Üzərinə gəlsin 6-nın kubu 216. 15-in kvadratı 225. Vurulsun 34 bölünsün 22 və bərabərdir. Əvvəlcə əməllər sırasına görə mötərizənin içərisi 270, 280. 280-dən 225 çıxsaq qalar 55. 55 vurulsun 34 bölünsün 22 bu formada yazıram. 11-ə ixtisar eləsəm burada deməli 2 qalar, burada 5 qalar. 2-yə ixtisar eləsəm burada 17 qalar. 17-ni 5-ə vursaq 85. Deməli, 50-ci sualda A ədədini 18-ə böldükdə, yəni A bölünsün 18, natamam qismətdə 13, qalıqda 6 alınır. A ədədinin müxtəlif sadə vurğuların sayını tapın. Aha. A bərabərdir 18 vurulsun 13. 3 dəfə 8, 24, 4 yazaq 2 yadda 54. 18. Deməli 4,
3 yazaq bir yada 234. Üzərinə 6 gəlsə 240. 240-ı sadə vuruşlarına ayırsaq 120, 2-yə 60, 2-yə 30, 2-yə 15, 5-ə 3, 3-ə 1. Müxtəlif dediyinə görə müxtəlif sadə vuruşlarının sayı 1, 2, 3. Doğru cavabımız 3. Bu formada. Kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun, hər birinizə uğurlar.